Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Rusiya hərəkətə keçdi. Putin qərarını açıqladı. Paşinyanı bu qüvvələr devirmək istəyir. İrəvanda kəskinləşən qarşıdurma. İranla bağlı şok. Gedişat belə dəyişdi. Moskva və Vaşinqtonun gizli anlaşması. Rusiyanın kəşfiyyat şefi sirləri açdı. 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları və Rusiya arasında keçirilən Ankoriç görüşündə Ukrayna münaqişəsinin ədalətli sülhlə həllinə dair anlaşma əldə olunub. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. Narışkin hesab edir ki, Ukrayna ordusu tezliklə hərbi əməliyyatları davam etdirə bilməyəcək. Ukraynanın müqavimət qabiliyyətini itirəcəyi və ədalətli sülhün gələcəyi günlər uzaqda deyil. Lakin onun iddiasına görə Avropa İttifaqı sülhün əleyhinədir. Sülh razılaşması əldə olunarsa, Avropa xalqları liderlərinin Rusiyanın strateji məğlubiyyəti haqqında iddialarının kökündən yanlış olduğu başa düşüləcək. Onlar anlayacaq ki, Avropalılar bu prosesdə iqtisadi qurbana çevrildilər və bu reallıq köhnə dünyada siyasi tsunamiyə səbəb ola bilər. Narışkin qeyd edib ki, Avropa Rusiya ilə qarşı durmanı gücləndirmək istəyir. Rusiya və Belarusun qərb sərhədlərində vəziyyət gərgindir. Baltikyanı ölkələrdə və Polşada müharibə hazırlıqları aparılır. İqtisadiyyatın militarizasiyası həyata keçirilir. Xatırlayıram ki, 2-ci Dünya müharibəsi ərəfəsində də hadisələr məhz belə cərəyan etmişdi, lakin Polşaya hücum şərqdən deyil, qərbdən gəldi. O vurğulayıb. Ölümündən sonra proqnozlarının doğru çıxması ilə gündəmə gələn Rusiyalı siyasətçi Vladimir Jirinovskinin İran müharibəsi ilə bağlı öncədən dedikləri diqqət çəkib. Jirinovski hələ 2019-cu ildə İran müharibəsi ilə bağlı proqnoz vermişdi. Müharibənin başlanmasından sonra baş verənlər Rusiyalı siyasətçinin böyük ölçüdə haqlı çıxdığını deməyə əsas verir. Onun proqnozuna görə İsrail İranın nüvə obyektlərini bombalayacaq, sonra böyük qardaş ABŞ müdaxilə edəcək və NATO-nu da prosesə qoşacaq. Şiddətli silahlardan istifadə ediləcək, hətta taktiki nüvə silahının işə salınması da ola bilər. Hazırda Jirinovskinin dedikləri yaşanır. İsrail və İran arasında 12 günlük müharibədən sonra ABŞ prosesə qoşuldu. Müharibə başlandı. 40 günə qədər davam edən müharibədə atəşkəs elan olunsa da, sülh perspektivi dumanlı görünür və eskalasiyanın yenidən başlayacağı, daha geniş miqyaslı olacağı gözləniləndir. Jirinovski hesab edir ki, neft qiymətləri ciddi şəkildə artacaq. ABŞ İrana zərbə endirsə, neft qiyməti $300 qədər qalxacaq. Avropa İttifaqı və Çinin iqtisadiyyatı çökəcək. Müharibə başlandıqdan, xüsusilə İranın Hörmüzü bloklamasından sonra dünya bazarında neftin qiymətində kəskin artım baş verdi. Ekspertlər qiymətin $200 yüksələcəyini proqnozlaşdırırlar. Lakin atəşkəsin əldə olunması və danışıqların başlanması bazarı müəyyən qədər tənzimləyib. Hər şey danışıqlardan asılı olacaq ki, anlaşma ehtimalı zəifdir. Eskalasiyanın yenidən başlanması neft qiymətinin ən azı $200 qədər yüksəlməsinə səbəb ola bilər. Jirinovskinin proqnozuna görə İranda müharibə başladıqdan sonra milyonlarla qaçqın şimala, Cənubi Qafqaza, daha sonra Rusiyaya axın edəcək. İran daxilində 3 milyon insanın ölkənin fərqli bölgələrinə axın etdiyi haqqda məlumatlar var. Müharibə davam edərsə, qaçqın axını sərhədləri aşacaq. Jirinovski İran müharibəsinin başlanğıc olacağını və 3-cü Dünya müharibəsinə yol açacağını düşünürdü. Ermənistanda 7 iyun parlament seçkilərindən öncə siyasi mübarizə kəskinləşir. Əsas müzakirə mövzularından biri də müxalifət qüvvələrinin birləşməməsidir. Ekspertlərin fikrincə, müxalifət parçalanmış formada seçkiyə gedərsə, hakimiyyətin şansı çox olacaq. Güclü Ermənistan partiyasının lideri, baş nazirliyə namizəd Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi blokda təmsil olunan Birləşmiş Ermənilər Partiyasının sədri Nayiri Sərkisyan isə hesab edir ki, müxalifətin birləşməməsi haqqında danışmaq hələ tezdir. Birləşmələr hələ də mümkündür. Birləşmə və geniş konsolidasiya bütün siyasi qüvvələrin birləşməsi kimi başa düşülməməlidir. Elə siyasi qüvvələr var ki, özümüz onlarla birləşmək istəmirik. Məsələn, Nikol Paşinyanın feykləri olan siyasi qüvvələr bura aiddir. Hesab edirəm ki, hazırki
konsolidasiya seçkidə Nikol Paşinyanı kənarlaşdırmaq üçün kifayətdir. O iddia edib. Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində Azərbaycan hava yollarına məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir. Bildirilib ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafiyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüzünlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı acısını bölüşürük. Bəyanatda qeyd olunub. Milli Məclisin deputatı Sevinç Fətəliyeva proseslə bağlı fikirlərini bölüşüb. Müasir dövrdə Azərbaycan-Rusiya münasibətləri beynəlxalq müstəvidə artan qeyri-sabitlik fonunda inkişaf edir və bu münasibətlərin dayanıqlılığı artan böhranın olmaması ilə deyil, onların necə idarə olunması ilə ölçülür. 2024-cü ilin dekabrında Azala məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin birgə bəyanatı məhz belə bir yanaşmanın praqmatik, məsuliyyətli və strateji balansın qorunmasına yönəlmiş siyasətin göstəricisidir. Bu bir daha sübut etdi ki, tərəflər qarşılıqlı hörmət, məsuliyyət və maraqların nəzərə alınması prinsipinə əsaslanaraq hərəkət etdikdə, hətta böhran şəraitində belə strateji tərəfdaşlığı qoruyub saxlamaq mümkündür. Məhz bu model böhrandan idarə olunan əməkdaşlığa keçid bugün Azərbaycan-Rusiya münasibətlərinin dayanıqlığını təmin edən əsas amillərdən biri kimi çıxış edir və onların dəyişən dünya nizamında mövqeyini müəyyənləşdirir.